Tamam uşaqlar. Bugünkü videomuzda onluq kəsilərin toplanması və çıxılması haqqında danışacağıq. Gəlin bax, onluq kəsilərin toplanması və çıxılması ilk növbədə toplanmasını öyrənək. Deməli, toplanmasında onluq kəsilərdən əvvəl natural ədədləri toplayanda biz nə edirik? Ona baxın. Natural ədədlər, məsəl üçün burada vergüllüdür. Yəni 81 tam 10-da 6, 2 tam %73 var. İndi təsəvvür edək, vergül yoxdur. Yəni 816 ilə 273-ü alt-alta toplayanda necə toplaya bilərdik? Biz alt-alta toplayanda onu götürürdük, 816-nı yazırdıq. Daha sonra isə təhliklərə, onluqlara və yüzlüklər mərtəbəsinə uyğun şəkildə alt-altına qeyd edirdik. Yəni, təhliyin altına ikinci ədədin təhliyi, onluğu və yüzlüyünü yazırdıq. Daha sonra toplayırdıq. Toplayıb yazırdıq. 6-nın üzərinə 3 gələndə 9 qeyd edirdik. 6-nın üzərinə 3 gələndə 9. Sonra 1-in üzərinə 7 gələndə 8. 8-in üzərinə 2 gəldiyimdə isə 10 ediyor. Onu da burada qeyd edilir. Olurdu 1089. 1089. Amma vergüllü olduqda, yəni onluq kəsirləri topladıqda bu şəkildə baxmır. Onluq kəsirləri topladıqda ilk növbədə vergülün altına yazırıq. Onluğu onluğun altına deyil. Vergülün altına yazanda baxırıq. Qeyd etdim. 81,10'da 6, 2,73 vergülün altına yazdım. Daha sonra nə edirik? Eyni şəkildə aldığımız nəticənin vergülü də həmin vergüllərlə üst-üstə düşməlidir. Daha sonra hesablamaya əməlini yerinə yetiririk. Necə ki, burada gördüyümüz üçün yazdım, vergülün altına qoydum. Amma bir sual yaranır məndə. Bəs mən burada boşluqlar var, o boşluqları nə edeyim? Axı mən normal natural ədədlər kimi toplaya bilsəm, vergülün altına yazıb toplasam, axı boşluqlar var. Həmin boşluqların yerinə biz xəyali sıfır ədəd əlavə edib, sonra toplayırıq. Xəyali sıfır ədədimizi əlavə etsək, gördüyünüz kimi bura əlavə edilib. Daha sonra natural ədədləri necə toplayırıq? O şəkildə toplayırıq. İlk növbədə vergülün altına və ədədin də vergülünü o alta qeyd etdik. Və başlayaq toplamağa. Toplayanda nə edir? Sıfırın üzərinə 3 gəldim, eləyir 3. 6-nın üzərinə 7 gəldi. Eləyir 13. 13-dürsə, mən təkliyi götürüb yazım. 13-ün 3-ünü qeyd elədim. Və onluq qalır. Onluğu digər mərtəbəyə əlavə edəcəm. 2-nin üzərinə 1-in üzərinə 2 gəldim. Eləyir 3. Amma bir dənə də yadda qalan var. O nə eləyir? 4. 8-in üzərinə 0 gəldikdə isə 8 eləyir. Onda nə görürük? Gördüyünüz kimi 84,33. Vergül olduğu üçün yerində qaldı və ədədləri bir-bir topladı. Yəni, bunun nümunə üzərində də izah edək. Bir neçə nümunələr var burada. Bir neçə nümunə hazırlamışam sizə. Burada gördüyünüz kimi. Onlar üzərində hesablamalar aparaq. İlk nümunəmiz burada neçə? 1, 2, 3. 3 dənə rəqəm varsa 1000, 1000-də 5. Yəni 0,1000-5-i 0,8-in üzərinə gəlirik. Gəlin. Deməli, ilk növbədə nə yazırdıq? Götürürdük. Şöyle yazılır. Daha sonra ikinci ədədimizi yazırdıq. İkinci ədəd amma vergülün altına gələcək şəkildə. Deməli, 0-ı qeyd edirik. Vergülün altına qoyduq. Və sonra vergülün sağında və solundakı ədədlərdə qeyd edirik. Onda daha rahat olur. Yəni, saymağa ehtiyac qalmır. 0, 0, 8. İndi toplamanı yerinə yetirək. Neynədik? Fikir verirsə, götürdüm. Buranın altına düşün. Oldu. Aha, gördünüz, vergülə yazdım. Daha sonra ədədləri doldurdum. İndi baxırıq. Nə deyirdim? Burada bir boşluq var. Bu boşluğun yerinə nə edə bilərik? Boşluğun yerinə 0 əlavə edə bilərik. Xəyali bir 0. Daha sonra natural ədədləri necə toplayırdıq? O şəkildə toplayacaq. Vergülün altına yazdım. Aha. Toplanan. Cəmdə də vergülün altına yazıram. Sonra başlayıram hesablamağa. 5-in üzərinə 0 gəldikdə 5 qeyd elədim. 0-ın üzərinə 8 gəldikdə 8 qeyd elədim. 0-ın üzərinə 0 gəldikdə 0. 0-ı da qeyd elədim. Daha sonra vergüldən bu tərəfə keçirəm. 0-ın üzərinə 0 gəldikdə 0. Cavabımız nə olur? 0,1085. İndi isə ikinci misalımızı yazaq. İkinci misalımızda nə deyir? 5,92 yazaq. 5,92. İndi gəlir sıra ikinci ədədi yazmağa. İkinci ədədi yazmamışdan əvvəl vergülü qoyuruq. Vergülün altına. Daha sonra ədədin hissələrini doldururuq. Tam hissəsini yazaq 6. Kəsir hissəsi 895-dir. Yəni 1000-də 895. 895. Elə edirik ki, hər bir ədəd ədədin altına düşsün.
Yazdık. Daha sonra kəsir xəttimizə keçirik. Başlayırıq. Boşluqları da xəyali bir sıfırlar əlavə edirik. Xəyali bir sıfırımız 5-in üzərində əlavə etdik. Oldu nə? Bütün rəqəmlər bərabər oldu. Xəyali sıfır rəqəmlər bərabər olsun deyirik. Daha sonra toplama əməli yenidir. Sıfırın üzərində 5 gələndə nə eləyir? Sıfırın üzərində 5 gələndə 5 eləyir. Canım. Bir şey də unutmuşum. Vergülün altında cəmlə də vergülü qoymaq lazımdır. Bütün vergülər üst-üstə düşsün. İndi sıfırın üzərində 5 gələndə 5, 2-nin üzərində 9 gələndə 11 eləyir. Nə edirik? 11 təkliyini aşağı yazırıq. 10'luğu isə digər mərtəbəyə toplayacaq. 9'un üzerine 8 gələndə eləyir 17. Burada da 17 aldı. 7'nin təkliyini yazırıq. Amma üzərinə 1 gəlmişdir. Yadımızda saxlayırıq ki, buradan 1 əlavə etdik. Onu 8'e qeyd edirik. Sonra bu 1 onluğu da digər onluğa əlavə eləyəsiniz. Bu 1'i də. 5'in deməli 5'in üzerine 6 gələndə nə eləyir? 11. Birimiz də olduğu üçün 11, 1. 12. Bunu da belə qeyd etdim. Nə oldu? 12 tam 1815. Yani üçüncü misalımızda yazar. Üçüncü misalımız 20 tam %99'dur. 20 tam %99. İkinci misalımız ise ikinci misal yazmamışdan əvvəl aşağıya bir vergülümüzlə qeyd edək. Daha sonra başlayaq. 3 tam tamın altına yazdım. Vergüldən bir adım sonra 3 qeyd edək. Daha sonra vergüldən sonra 0 var. 0 yazıram. Daha sonra ikinci rəqəm isə 1 var. 1 yazıram. Yazdım. Fikir verdiniz. Vergülü qoyuram. Vergülü cəmdə də vergülü yerləşdirdim. Toplananlarda da bütün vergülər üst-üstə düşdü. Vergüldən sonra bir ədəd olduğu üçün götürüb mən 2'nin altına 3'ü yazmadım. Vergüldən sonrakı idi deyə sonrakı ədədə yazdım. Vergül onun üçün alt-alta yazıb qeyd etmək lazımdır əsas. İndi isə toplamanı yerinə yetirək. Bir şey var. Xəyali ədədimizi qoymadıq. 2'nin altında boşluq var deyə boşluğu tamamlamaq üçün xəyali bir 0 əlavə elədik. İndi isə toplayaq. 9'un üzərinə 1 gələndə eləyir 10. 10'un təhliyini götürürük. Bura qeyd edilir. Biri isə onun təhliyini götürülür. Bura qeyd edilir. Təhliyini almaq. Biri isə digər onluqlar əlavə eləyəsiniz. 9'un üzərinə 0 gələndə 9 edir. Amma biri də əlavə eləyəndə 10 edir. Yenə 10 edir. Yenə nə edilir? Təhliyi götürüb yazırıq. Onluğu isə digər vergüldən sonraki onluğa əlavə edirik. Vergül orada qalır. Yəni sırayla gedir. İndi baxın. 0'ın üzərinə 3 gəlir. 3 edir. Biri də əlavə eləyəndə 4 edir. İndi isə burada onluq olmadığı üçün boşluq qalır. 2'nin üzərinə 0 gələndə 2 edir. Nə elədi? 24 tam. İndi nə edirik? Biz kəsirlərdə öyrənmişdik ki, vergüldən sonra sıfırlar varsa, onluq kəsirlərdə sıfırlar, sondakı sıfırlar atılır. Sondakı sıfırlar atılır. Ortadakı sıfırları səhvən atmayasın. Məsəl üçün sondakı sıfırlar atılanda vergül də getmiş olur. Avtomatik onda cavab nə almış olur? 24. Yəni 20 tam %99'un üzərinə 3 tam 0 sıfırdan %1 gəldikdə cavabımız 24 olur. Sizə cavab 24 almış olur. Bu da belə. Toplamada nə edirik? Deməli, toplamada ilk növbədə vergüllər alt-alta yazıb qeyd edilirdi. Deməli, toplamada nə edirik? Bütün vergülləri alt-alta yazıb, sonra boşluqlara sıfırları əlavə eləyib, daha sonra natural ədədləri necə toplayırdı? O şəkildə toplayırdı. Yəni isə onluq kəsirlərin çıxılma qaydasına baxaq. Toplanması çıxılmasına. İndi çıxılmasına baxaq da. Deməli, çıxılma necə həyata keçirilir? Normalda biz natural ədədləri alt-alta çıxdıqda nə edirdik? Bütün ədədləri alt-alta qeyd edirdik. Hər birini təkliklərə, onluqlar, yüzlüklər, minliklər, onminliklərin altına qeyd edirdik hər bir mərtəbəni. Daha sonra bir-bir çıxırdı. Burada da eyni qaydanı həyata keçiririk. Sadəcə yenə də natural toplanmasında, onluq kəsirin toplanmasında olduğu kimi vergülün altında olduğu kimi yazılır. Daha sonra isə toplama əməliyyatı yerinə yetirilir. Vergül olduğu kimi o alta yazdım. Gəlin başlayaq toplamaya, həyata keçirməyə. 6'dan 3 çıxdığımızda nə edir? 6'dan 3 çıxanda eləyir 3. Qeyd etdim. Artı 6. Sonra 1'dən 0 çıxdığımızda 0 alır. 0'ı da olduğu kimi qeyd etdim. Sonra 2'dən 1 çıxdıqda 1 alırıq. 1'i də olduğu kimi yazdım. Vergül də vergülün altına gəldi. Daha sonra keçirəm vergüldən sola. 3'dən 1 çıxdım. 2 eləyir. Vergüldən sonra 2'ni yazıram. Sonra 7'dən 2 çıxdım. 5 eləyir. Vergüldən sonra ikinci ədəd olaraq yazıram. 5. Cavabımız nə olur? 52 tam 1000-103. Bu da belə. Neynədik? Vergül olduğu kimi saxladıq. Natural ədədlərdə çıxılmasında olduğu kimi yadda qalma əlaməti ilə yerinə yetiririk. İndi burada yadda qalınacaq bir şey olmadı. Çünki kiçik ədəddən böyük ədədə çıxılması olmadı. Gəlin ikinci misala.
İkinci misalımızda, bax burada görürsünüz, boşluqlar var. Burada ədədimizi birinci yazaq. Ədədimiz 16 tam 1000-də 223'dür. Burada əvvəlcədən qeyd edilib. İndi yadda saxlamalar. İndi baxaq. İlk növbədə misalı hesablayaq. Deməli, görürük ki, boşluqlar var. Necə ki, onluq kəsirlərin toplanmasında boşluqları xəyali sıfırla əlavə edirdik, çıxılmasında da boşluqlara xəyali sıfırlar əlavə edəcəyik. 3-ün altında xəyali sıfır əlavə etdik və 1-in altına xəyali sıfır əlavə etdik və rəqəmləri bir-birinə bərabər olmuş oldu. Burada əlavə eləmədik, çünki rəqəmlərin hamısı bir-birinə eşit idi, yəni sayıları. İndi gəlin toplayaq, çıxaq. 3-dən 0 çıxdıqda 3 eləyir, qeyd elədik. Və vergülü də olduğu kimi yerinə yazaq. Vergülü vergülün altına qeyd edək, daha sonra yazaq. Aha. 2-dən 6 çıxdıqda, 2-dən 6 çıxdıqda eləyir, 2-dən 6 çıxa bilmərəm. Ona görə də əvvəlki onluqdan götürüb 1 onluq verirəm bura. Burada eləyir 12. 12-dən 6 çıxır. 6-nı yazdım. Buradan 2-dən 1 götürdüyüm üçün, 1 onluq götürdüyüm üçün yerdə 1 onluğumuz qalır. Deməli biz 1-dən 8-i çıxacaq. Ha, 1-dən 8-i çıxaq. 1-dən 8 çıxa bilmirik. Onda nə edirik? Götürürük buradan 1 onluğu, 6-dan 1 onluq götürüb veririk. 1'in üzərinə burada eləyir 11. İndi 11-dən 8 çıxır. 11-dən 8 çıxanda eləyir 3. 3 olduğu kimi yazılır. İndi burada 11-dən, yəni 6-dan 1 onluq götürdüyümüz üçün burada 5 qalır. Yəni 6-dan 9 yox, 5-dən 9-u çıxır. 5-dən 9-u çıxanda vergüldən digər tərəfə keçdik. 5-dən 9-u çıxa bilmir. Onda mən nə edirəm? Burada bir onluq birimiz var. Bir onluğumuz var. Həmin bir onluğu götürüb 5-in üzərinə gəlir. Həmin bir onluğu 5-in üzərinə gələndə burada eləyir 15. 15-dən mən 9-u çıxıram. Və buradan bir onluq götürdüyüm üçün burada onluq qalmır artıq. İndi yazın. 15-dən 9 çıxdığımızda nə edir? 15-dən 9 çıxanda 6 qalır. 6-nı qeyd edirəm. Burada 0 olduğu kimi 0-dan 0 da çıxdıqda cavabda 0 alır. Bax, əvvəldəki 0-ı bilirik ki, qeyd etmiş. Burada belə. Cavab 6 tam %363. 6 tam 100, cavab 6 tam 1000-də 363. Bu da belə. Neynədik? Hər dəfə bir onluq əvvəlki onluqdan götürüb, əvvəlki mərtəbəyə əlavə edib, sonra çıxma əməliyyatını yerinə yetirdik. İndi isə burada bir neçə nümunə üzərində misalları həyata keçirək. Birinci misalımız deyir ki, 112 tam %21 çıxılsın 18 tam %21. Yenirik 112 tam 21 vergülünü yerinə yazırıq. Daha sonra çıxılsın deyir. Çıxılsın nə edirik? Alt-alta çıxırdıq. İlk növbədə vergülün altına yazırdıq. Çıxma işarəsi. Daha sonra isə rəqəmini qeyd etdik. 18 tam %21. Fikir verdisə üst-üstə düşdü. İndi isə çıxaq. Nə edirik? Deməli, 1-dən 1 çıxdıqda 0 qalır. 2-dən 2 çıxdıqda 0 qalır. Sonra yenə vergül olduğu kimi yerinə yazırıq hələ ki. Daha sonra yenə 2-dən 8 çıxa bilmirik. Çünki 2 8-dən kiçikdir. Nə edirik? Buradan 1 onluq götürüb 2-nin üzərinə əlavə edirik. Bu da eləyir 12. İndi nə edirik biz? 2-dən yox, 12-dən 8 çıxırıq. 12-dən 8 çıxdığımızda nə eləyir? 4 qalır. Bunu qeyd elədik. İndi isə bu tərəfə baxaq. Deməli, buradan 1 çıxdığımız üçün burada 0 qalır. 0-dan 1 çıxa bilərikmi? Xeyr. 0-dan 1 çıxa bilmədiyimiz üçün buradakı 1-i götürüb əvvəlki mərtəbəyə əlavə edirik. Burada eləyir 10. Burada da 0 qalır. Deməli, 10-dan 1 çıxdığımızda isə 9 almış olur. 9-u qeyd etdik. Və nə idi? Buradan deməli 1 götürüb digər əvvəlki mərtəbəyə verdiyimiz üçün burada 0 qalır və 0 olduğu kimi aşağıya düşür. Yəni boş. Və gördüyünüz kimi sıfırlar onluq kəsirlərdə nə edirdik? Vergüldən sonraki sıfırları silirdik. Cavab 94. Və yaxud da heç bunu bu şəkildə baxmadan da, çox rahatlıqla, yəni kəsr hesablamadan da baxa bilərik ki, fikir veririk, kəsr hissələr eynidir. Kəsr hissələri, yəni onluq kəsr hissələri eyni olduğu üçün bu onluqlar bir-birindən çıxır, ümumi şəkildə 0, 0 qalır. Ondan sadəcə bizdə nə qalır? Tam hissələr. Bu tam hissəni bu tam hissədən çıxırıq. Elə gördüyünüz kimi 94 qalır. İndi isə ikinci misalı yazaq. Bir 16 tam 1000-də 223. Vergülünü də əlavə edək yerinə. Çıxılsın deyir 9 tam %86. Deməli, vergülünü də yazaq. Vergül vergülün altına düşür. Şərtləşəcək vergülünü qoyaq. Aha, indi yazaq. 9 tam vergüldən sonra 86. Gördüyünüz kimi bərabərdir. Biz də nə edirdik? Toplayanda xəyali bir sıfırlar əlavə edirdik boşluqlara. Məsəl üçün burada bir boşluq varsa xəyali sıfır əlavə elədik.
Burada da bir boşluq var. Xəyali 0 əlavə edirik. Və daha sonra hesablamalarımıza başlayırıq. 3-dən 0 çıxdıqda 3 eləyir. 6 yazdım. İndi 2-dən 6 çıxa bilmərəm. 2-dən 6 çıxılmır. Onda nə edirik? Buradan bir onluq götürüb bura əlavə edirik. Burada nə qalır? 12. Burada nə qalır? 12. 12-dən 6 çıxdığımızda 6 eləyir. Cavab 6 yazdıq. İndi buradan 1 çıxdığımız üçün buradan 1 çıxdığımız üçün bunun özündə 1 var. 1 qalır. İndi 1-dən 8 çıxa bilərəm? Xeyr, çıxa bilmərəm. Onda nə edirik? Ondan əvvəlki mərtəbədən bir onluq götürüb, ki bir onluq götürdüyümüzdə burada 5 qalır. Bir onluq götürüb digər mərtəbəyə veririk. Bu da bir onluq götürüb digər mərtəbəyə verdiyimiz üçün burada bayaqda 1 də var idi. Bir onluq da gəlir 11 edir. 11-dən 8 çıxır. 11-dən 8 çıxanda cavab 3. Bunu da qeyd edik. İndi vergülün bu tərəfinə keçelim. Yəni vergül olur. Şimdi qalın. Nə eləmişdik? Burada görürsünüz 5 var. 5-dən 6-dan 1 götürdüyümüz üçün 5 qalır. 5-dən 9-u çıxa bilərəmmi? Xeyr, 5-dən 9-u çıxa bilmərəm. Ona görə əvvəlki onluqdan bir vahid verirəm. Yəni 15-dən 9 çıxıram. 15-dən 9 çıxdıqda isə 6 eləyir. Burada da bir vahid verdiyim üçün 0 qalır. 0-dan 0 çıxanda 0. Deməli cavabımız nədir? Cavabımız 6 tam 1000-də 363. Nə etdik? Vergüləri olduğu kimi yazdıq. Əlavə sıfırlar əlavə elədik. Rəqəmlər say bərabərləşsin deyə. Daha sonra isə bir-birindən çıxdıq. Yəni bugünkü dərsimizdə bu qədər. Bugün onluq kəsilən toplanması və çıxılmasını öyrəndik. Ümidvaram dərs sizə maraqlı gəldi. Əgər əlavə suallarınız, sizi maraqlandıran başqa şeylər varsa, yorum qismində qeyd edə bilərsiniz.